Mən Fərəcov Vasif Fərəcoğlu 1976-cı ildə Ağdam rayonunun Suma kəndində anadan olmuşam. Mənim 17 yaşım olanda müharibə başladı və biz kəndimizdən məcburi köçkün düşdük. Hər zaman bizim ürəyimiz, qəlbimiz Ağdamla döyülmüşdü, həmçinin kəndimizlə döyülmüşdü. 2020-ci ildə biz 2-ci Qarabağ müharibəsində qalib olduq. Biz öz torpaqlarımızı əldə etdik. Ağdam işğaldan azad olandan sonra mən də istədim ki, Ağdamın bərpasında, quruluşunda mən də iştirak edeyim. Dövlət Məşğulluğu Agentliyinə müraciət elədim. Onlar da mənə bildirdi ki, Ağdamda Metcon şirkəti var. Orada yığım üzrə montajçı vakansiyası var. Mənə bildirdilər ki, qaynaqçı işi var. Ondan sonra Metcon şirkəti ilə Dövlət Məşğulluq Agentliyi məni bircə təlimat cəlb elədilər. Mən də həmən peşə hazırlıq kursunu yüksək səviyyədə başa vurdım və ondan sonra məni burada davamlı olaraq tam işlə təmin elədilər. Artıq il yarımdan çoxdur ki, mən bu Metcon şirkətində işləyirəm. Bir Ağdamlı kimi Ağdamın yenidən qurulmasında iştirak etməyim mənim üçün qürur vericidir.